Salam değerli şagirdler, hoş gördük sizleri. Bugün sizlere fonetika bölmesine ait olan B, D, G ve C samitləri ilə bitən sözlərin qaydasını izah eləyəcəm. Demək bildiyimiz kimi dostlar, bizim B, D, G və C samitlərimiz əsasən cingiltili samitlərdir. Demək ki, əgər bizim sözümüz B, D, G, C ilə bitərsə, bu sözlərdən sonra əgər ki samitlə başlayan söz və ya şəkilçi gələrsə, bu zaman bu samitlər öz kar qarşılıqları ilə əvəz olunacaq. B, P kimi, D, T kimi, G, Q kimi, C isə Ç kimi tələffüz olunacaq dostlar. Saitlə başlayan söz və ya şəkilçi gələrsə bu samitlərdən sonra, bunlar elə B, D, G, C olaraq olduğu kimi qalacaqlar. Məsələn, gəlin misal olaraq baxaq. Məsələn, bir var deyirəm, kitab aldım. Bir də var deyirəm, kitab mağazası. Və yaxud deyirəm, kitabda. Bir də var deyirəm, kitabın. Baxın dostlar, bura nəyə diqqət eləyirik? Burada B samitindən sonra saitlə başlayan söz gəldiyi üçün, əgər bizdə testdə birinci tərəfin tələffüzünü soruşarsa, birinci tərəfdə B olaraq qalır sonu. Və yaxud da ki, yəni cingiltili olaraq qalır. Və yaxud, baxın, burada kitabdan sonra ın, sait yenə gəlib. Yenə bunun tələffüzü kitabın olaraq həm yazılış, həm deyilişdə olduğu kimi qalacaq. Lakin samit gəldiyi zaman özündən sonra birinci tərəf olacaq kitab mağazası. Və yaxud da ki, samitlə başlayan şəkilçi gəldiyi üçün olacaq kitabda formatında. Daha sonra bu digər hərflərə də aiddir. Yəni D, G, C hərflərinə də aiddir bu qayda. Məsələn, bir var deyirəm ki, armud ağacı. Bir də var deyirəm ki, armud yedim. Yenə necə olacaq? Sait gəldiyi üçün dostlar olacaq. Birinci tərəfi D cingiltili olaraq qalacaq, armud. Burada isə samit hərf gəldiyi üçün olacaq. Demək ki, biz bunu armud deyə tələffüz eləməliyik dostlar. Və yaxud digər sözlərdə. Məsələn, bir var pələng dərisi. Bir də var deyirəm ki, pələng ovu. Əgər özünə sonra samit gələrsə, olacaq tələffüzdə pələng, kələmin k'sı, dərisi. Lakin sait gəldiyi üçün olacaq pələng olduğu kimi cingiltili olaraq qalır, ovu formatında. Daha sonra, məsələn, deyirəm ki, ağac. Bir var deyirəm ağac dibi. Bir də var deyirəm ki, ağac məsələn altı. Yenə samit gəldiyi üçün nə olacaq? Karlaşacaq. Sondakı c olacaq. Olacaq ağac dibi. Sait gəldiyi üçün olacaq ağac altı. Yəni c cingiltili olaraq qalacaqdır burada dostlar. Lakin nəyə diqqət etmək lazımdır? Lakin dilimizdə sonu b, d, g, c ilə bitən tək hecalı sözlərdə bu qayda keçərli deyil. Tək hecalı sözlərdə bu samitlər elə b, d, g, c olaraq tələffüzdə qalacaq. Məsələn, misal olaraq deyirəm. Məsələn, yad, dad, dib, gic, cib, gerb və s. Bu
kimi tək hecalı b, d, g, c ilə bitən sözlər özündən sonra samit də gəlsə, sait də gəlsə, dostlar, olduğu kimi qalacaqdır. Məsələn, misal olaraq gəlin, mən indi sizə onlardan birini yazım. Bir var deyirəm ki, yad etmək, bir də var deyirəm ki, yadlar. Məsələn, necə olacaq? Yenə sait zaten gəldiyi üçün olacaq yad etmək. Burada isə özünə sonra samit gəlsə belə t-ya çevrilməyəcək, olacaq yadlar formasında. Bugünkü qaydamız bu qədər.